Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Ötən gün İran tərəfindən Naxçıvan istiqamətində atılan pilotsuz uçuş aparatının qalıqlarına dair görüntülər yayılıb. Sfera.az, globalinfo.az-a istinadən xəbər verir ki, həmin görüntülərin yayılmasından sonra sosial şəbəkələrin Azərbaycan və İran segmentlərində planın üzərində güya istehsalat birliyi ifadəsinin yazıldığı barədə iddialar səsləndirilib. Bəzi istifadəçilər bundan yola çıxaraq, dronun Azərbaycan istehsalı olması ilə bağlı əsassız versiyalar irəli sürməyə cəhd ediblər. Lakin yayılan görüntülərin təhlili göstərir ki, istehsalat birliyi ifadəsi planın üzərində deyil. Sözü gedən yazı, hadisə yerindən qalıqların çıxarılması məqsədi ilə istifadə olunan torbaların üzərində yazılıb. Baku TV-nin təqdim etdiyi növbəti görüntülərdə də hadisə yerində üzərinə istehsalat birliyi yazılmış bir neçə torbanın olduğu diqqət çəkir. Bununla yanaşı ötən gün Naxçıvana atılan dronun İran istehsalı Araş-2 PUA-sı olması artıq Sepah mənbələri tərəfindən də təsdiqlənib. Belə bir həssas məqamda sosial şəbəkələrdə yayılan bu cür absurd iddialara inanmamaq və onları tirajlamamaq zəruridir.